Aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə 1-ci Türkoloji Qurultayının 100 illiyi həsr olunmuş Türkoloji Qurultay 100 mövzusunda Respublika Elmi Konfransı keçirildi. Tədbir çərçivəsində Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuş 1926-cı il 1-ci Türkoloji Qurultay tarixi zəmində arxiv sənədlərində Milli Mətbuatda adlı kitabın təqdimatı da olub. Respublika Elmi Konfransına giriş nitqi ilə açan Amayanın prezidenti akademik İsa Həbibəyli bir əsr öncə Türk dünyasının ən möhtəbər elm hadisələrindən olan Türkoloji Qurultayın tarixi əhəmiyyətindən bəhs edib. Akademik İsa Həbibəyli Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi məqsədi ilə Amayanın riyaset heyəti tərəfindən qərar qəbul olunduğunu və tədbirlər planının təsdiq edildiyini bildirib. O həmçinin Beynəlxalq Türk Akademiyası tərəfindən may ayının sonlarında Astanada Türkoloji Qurultayın 100 illiyi həsr olunmuş tədbirin keçiriləcəyini, iyun ayında isə Səmərqənddə Qurultayla bağlı konfransın təşkil olunacağını söyləyib. Amaya prezidenti bundan başqa cari ilin sentyabrında Türk Dil Qurumu tərəfindən Macaristanda 1-ci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunacağını diqqətə çatdırıb. Akademik bundan başqa Tarix və Etnologiya İnstitutunda Türk dünyasının ortaq tarixi mədəniyyəti, etnoqrafik xüsusiyyətləri və müasir inkişaf mərhələlərinin tədqiqi ilə məşğul olan Türk xalqlarının tarixi və etnoqrafiyası şöbəsinin fəaliyyət göstərdiyini bildirib. Folklor İnstitutunda isə Türk xalqlarının folkloru şöbəsinin yeni formatda təşkil olunduğunu bildirib. Daha sonra Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək bildirib ki, 1-ci Türkoloji Qurultay Türkologiya tarixində mühüm mərhələ olmaqla yanaşı Türk xalqlarının qarşılıqlı əlaqələri, eləcə də onların gələcək inkişaf perspektivləri baxımından əhəmiyyətli elmi mədəni platforma kimi çıxış edir. Bu qurultay həm də müxtəlif tarixi siyasi proseslər fonunda Türk dünyası üçün ortaq elmi mədəni dialoq məkanı formalaşdırıb. Professor Nadir Məmmədli əlavə edib ki, 1-ci Türkoloji Qurultay Orta Asiya türk dillərinin öyrənilməsi prosesində mövcud olan metodoloji problemlərin və elmi boşluqların üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə iştirak edənlər bir sıra mövzularda məruzələrlə çıxış ediblər. Məruzələrdə Qurultayın türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətə layiq hadisə olduğu vurğulanıb. Bildirilib ki, 8 gün davam edən möhtəbər tədbirdə müxtəlif ölkələrdən 131 nümayəndə iştirak edib, 17 iclas keçirilib, 7 əsas problem müzakirə olunub və ümumilikdə 38 məruzə dinlənilib. Leyli Namiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.